mürəkkəb cümlə. Tabeili mürəkkəb cümlə adından da göründüyü kimi bir cümlə digər cümlədən asılı vəziyyətdə olur. Bir cümlə digər cümləni izah edir. Burada olur baş cümlə, baş cümlə. Baş cümlə olur. İkincisi də olur budaq cümlə. Budaq cümlə. Budaq cümlə baş cümlədə iki səbəbdən işlənir. İki səbəb deyərik də, üç səbəbdən daha doğrusu. Deməli, budaq cümlə ona görə işlənir ki, baş cümlədə hansısa cümlə özü buraxılıb, onun yerində işlənir. Bu bir səbəb. Budaq cümlə ona görə işlənir ki, deməli, bax, budaq cümlə ona görə, bu baş cümlədə olan fikri ümumi şəkildə ifadə edir. Bax, bunları yadda saxlayaq ki, baş və budaq cümlə nəyə görədir? İndi bir yazım nümunə, məsələn, deyir ki, Əli dedi ki, məktəbə gəlməyəcək. Məktəbə gəlməyəcək. Deyirəm ki, budaq cümlənin burada birinci baş cümlədir, bax bu hissədə. Burada isə budaq cümlədir. Budaq cümlə ona görə işlənir ki, baş cümlədə buraxılmış üzvün yerində işlənsin. Bu bir. İkincisi ona görə işlənir ki, baş cümlədəki deməli, fikri ümumi şəkildə ifadə edə bilsin. Bax, budaq cümlənin işlənmə vəziyyətləri olaydı. İndi bəs necə tapaq bunları? Qısa və rahat formada. Və bəziləri deyir ki, məsələn, sadələşdirək, birinci budaq cümlədən başlamaq lazımdır. Belə də bir digər metodda belə deyəmişsə ki, haraya sual verə bilirsinizsə, iki cümlədən biri sual cavab verir. Yəni, sual, ora cəmlənir də sual. O baş cümlədir. Bax, Əli dedi ki, məktəbə gəlməyəcək. Bax, mən o saat baxıram ki, Əli dedi, nəyi dedi Əli? Məktəbə gəlməyəcək. Deməli, baş cümlə budur. Baş cümləyə sual verilir. Və budaq cümlə də baş cümləni izah edir. Nə deməyini, yəni, burada edilir. Başa düşdükmü? Sonra, indi bağlama vasitələrindən danışacaq. Birinci, bax, sual hara verilir? Baş cümləyə verilir. Sadələşdirəndə, budaq cümlədə olan məlumatdan başlanılır. Budaq, məsələn, deyirəm ki, məktəbə gəlməyəcəyini Əli dedi. Baxın, nümunəyə baxaq. Bunu söndürək. Əli məktəbə gəlməyəcəyini dedi. Yox. Sadələşdir. Məktəbə gəl. Baxaq, bu nədir? Dedi xəbər. Kim dedi? Əli. Nəyi dedi? Məktəbə gəlməyəcək. Onda bu cümlə tamamlıq budaq cümləsidir. Tamamlıq budaq. Çünki mən tamamlığın sualını verirəm. Nəyi dedi Əli? Məktəbə gəlməyəcəyini dedi Əli. İndi keçək bir digər səhifəyə. Baş və budaq cümlədə bu cümlənin deməli bağlanma vasitələri var. Ki, nələrlə bağlanır? Bəli, ardıcıl sayırıq. Bir, deməli, ki bağlayıcısı. Bağlayıcısı. İki, hələ ora çatmayaq. Deməli, ikincisine qeyd edək ki, səbəb bağlayıcıları. Səbəb bağlayıcıları. Sonra, üçüncü, qeyd edək, sonra mən bunlardan deyəcəm ki, hansı harada olur, necə olur. Səbəb bağlayıcılarını yazdıq, ki bağlayıcısını yazdıq. Ondan sonra keçək, deməli, güzəşt, bir də şərt. O səbəbdir. Güzəşt, bir də hansı? Şərt. Orada da aydınlaşdırmaq. Şərt bağlayıcıları. Sonra dördüncü, sasə. Sasə şərt şəkilsiz ola bilər. Sasə isənin də qısalmış ola bilər. Amma sasə bağlayıcısı yox, isə bağlayıcısı yox. O ikinci cümlədə işləməli, denə bağlama vasitəsi sayılmır, doğru. Sonra sa, deməli, üstə gəl, da. Sa, üstə gəl, belə. Bax, sa, üstə gəl, da, sa, üstə gəl, belə də ola bilər. Oxsa da, oxsa belə, belə də ola bilər. Ondan sonra
Bir dəqiqə bunu birdən çevirək. Sağ üstə gəl, daha sağ üstə gəl belə. Sonra 5-ci deməli bağlama vasitələrindən M4 variant. M4 variant. Sonra 6-cı intonasiya axırda yazarım. Ondan sonra M4 variantından sonra yazam ki modal sözlər. Modal sözlər. Hansı modal sözlər? Düzü 4 dənədir. Doğrusu düzdür, doğrudur. Düzdür, doğrudur. Düzdür istəyirəm. Deməli, yaxşı. Bax, bu modal sözlərlə bağlana bilər. Sonra 4 variant yazdıq. Daha sağ belə. Ondan sonra bağlayıcı söz 7. Bağla. İntonasiya, bağlayıcı söz. Əvvəldə gəlib, yox, bağlama vasitəsi deyil. Bağlayıcı söz. Bir də intonasiya yazaq da bura. 8-ci yazıram bura. İntonasiya. Baxın, 8 bağlama vasitəsi qeyd etmişim burada. 8 bağlama vasitəsi. Deməli, ki bağlayıcısı, səbəb bağlayıcıları, güzəşt, şərt bağlayıcıları, sağda, sağ belə hər birinə aid baxacağıq. Tək-tək nümunələrə baxacağıq. Sonra keçək indi burada nətə olur? Deməli, burada olur birinci baş cümlə, sonra budaq cümlə. Sonra səbəb bağlayıcılarında birinci baş, ondan sonra yenə də budaq cümlə. Güzəşt bağlayıcılarında budaq cümlə, sonra baş cümlə. Sonra sağda, sağ belə oldu mu? Bax burada. Budaq cümlə tabedir baş cümləyə. Sonra M4 variant oldu mu? İstisnanın çıxmaq şərtindən də, yəni budaq cümlə tabedir baş cümləyə. Ondan sonra modal sözləri gördük mü belə bağlanmaq. Bunun harasını yazıb? Yenə də budaq cümlə tabedir baş cümləyə. Bağlayıcı sözlə bağlanıbsa əgər cümlə, budaq cümlə tabedir baş cümlə. Çoxluq hansını təşkil etdiyi gördük. Budaq cümlənin əvvəldə gəlmə vəziyyətlərini gördük. Bəs baş cümlə nə vaxt? Bir də intonasiya qalır burada. İntonasiya olanda baş cümlə, budaq cümlə ona tabedir. Hansılarda baş cümlə əvvəldə gəlir? 1, 2, bir də 8. İstisnaları çıxmaq şərti ilə. İstisnaları da gələcək, biraz artacaq indi bir iki dənə. Deməli, aydınlaşdırma bağlayıcıları hansıdır? Tabellikdə. Ki, belə ki. Bəs səbəb bağlayıcıları, çünki ona görə ki, o səbəbə ki, aidsə, bunlar oldu səbəb bağlayıcıları, intonasiya heç. İndi hərəsinə aid nümunələrə keçək. Birinci 2-dən başlayaq. 2. Birincisi 2. Bağlayıcısı. Ki bağlayıcısı uşaqlar. Birinci necə olurdu? Baş cümlə, sonra budaq cümlə olurdu. Hə, istisnası isə bundan ibarətdir ki, deməli, istisna ondan ibarətdir ki, deməli, 2-dən sonra təzəcə, zaman budaq cümləsi deyirlər buna. Təzəcə, indicə, yenicə. Yəni, ki olan cümlədə təzəcə, yenicə, indicə sözlərini artıra biliriksə, onda budaq cümlə əvvəldə, sonra baş cümlə, nümunələr yazıram idi. Buraya aid nümunə yazıram. Deyirəm ki, el bilir ki, sən mənimsən. Mən nə təhd edim yerlərin, bunları əzbər metoduna öyrənmək. Bir də var ki, yəni vərdişlə öyrənmək. Baxın, deyirəm, hara sual verilir? Başa yoxsa budaq cümləyə? Diqqət gəlbilən hansıdır?
Yox, sual vermək üçün. Baş cümlə diqqət cəlb edir ki, ona sual verirsən, o budaq cümlədə onu aydınlaşdıracaq. Daha hara sual verilir indi? El bilir ki. Nə sual verirsiniz bura? Nə sual verirsiniz bura? Kim bilir? Yox, el bilir ki, kim? O heç. Neyi bilir? Ha, neyi bilir el? İzah edir o tərəfdən. Sənin, mənim olduğumu el bilir. Sadələşdirdim cümlə belə. Və elə bir şey vərdişə çevirin ki, sual verdiyin, diqqətini cəlb edən hissə hansı hissədir? Baş cümlədir. Hə, indi deməli burada sxem nədən ibarətdir? Baş cümlə. Bu da budaq cümlə. İndi buraya yazaq, buraya aid nümunə yazaq. İstisnaya aid. Deyirəm ki, deməli kəndə çatmışdıq ki zəng eşidildi. Bu sözlərdən, bax bu yazdığım sözlərdən, 3 sözdən hansındansa istifadə edə bilirsinizsə cümlənin əvvəlinə, onda o burada budaq cümlə əvvəldədir. Baxaq görək. Bura. 3 nə də burada? Hədə biri bəs deyirəm. Yenicə kəndə çatmışdıq. Hayır, olur. Olur. O birisi sual verir. Zəng eşidirdi. Nə vaxt? Nə vaxt? Hayır, getdi orası. O aydınlaşdıran hissə odur. Hə, deməli, bura olacaq budaq cümlə. Bu hissə də olacaq nə? Baş cümlə. Budaq cümlə baş cümləyə tabedir. Başa düşdük? Ki ilə olan cümlələr necə bağlanır uşaqlar? Necə olur? Həmişə çox vaxt? Birinci baş Bir istisnanın çıxmaq şərtidir. Təzəcə, yenicə, indicə. Bunu da yadda saxlayın. Ki məsələsi bağlandı. Keçirəm. Bundan sonraki nə idi? Baxaq. Səbəb bağlayıcılarına keçək. Səbəb bağlayıcılarında istisna zad yoxdur. Ona görə keçmirəm oraya. Yəni oraya. Ancaq necə olur orada? Birinci olacaq orada. Deməli, baş cümlə, sonra budaq cümlə. Atası danlamışdı. Ona görə ki, dərslərinə hazır değildi. Birinci baş, sonra budaq cümlə. Rəştük mü nətər? Atası danlamışdı. Bax, sualı oraya vermək lazımdır. Niyə dərslərini öyrənməyib? Görürsən mi? Sual baş cümləyə verir. O səbəb bağlayıcılarında yəni elə olur. Bu sxemin istisnası yoxdur. Keçirəm bura güzəşt və şərt bağlayıcı. Güzəşt bağlayıcılarını elə belə şifahi təkrarlayaq. Hərçənd ki. Səbəb şərt bağlayıcılar əgər indiki bir halda ki, hərgah, madam ki. Bunlar olur şərt bağlayıcıları. Bunlarda necə olur sxem? Budaq cümlə, baş cümlə. Deyir ki, hərçənd əli hazır deyildi. Valideynləri onu məktəbə göndərdilər. Niyə göndərdilər? Hazır deyil. Hazır deyil. Yəni ki, bir cümlə o birisinə düz gəlmir. Yəni bu güzəştdə belədir ki, məsələn, dərsi öyrənməyib, hərçənd dərsi öyrənməyib, müəllim onu 5 yazdı, belə cümlə deyir deyə. Yəni güzəşt bağlayıcısı varsa, budaq cümlə, üstəgəl baş cümlə. Darı getdi. İstisnasız adı yoxdur heç nəyi. Keçdik nəyə? Deməli, sağ-səyə. Sağ-sə bir də belə. Baxaq görək, burada istisna ola biləcək mi? Cümlə deyək ki, buraya. Hə? M-da var, bəli. Sağda istisna yoxdur. Məsələn, deyir ki, Kərim küssə də toya gəlmişdi. Bağlayıcı olandan var sayılmış. Bax, küssə də, hə? Bağlayıcı var sayılmış. Necə bağlayıcı? Hə, yox. Bağlayıcı yox. Hissəciyi, yaxud da sağ-sə şəkilçisi, şərt şəklinin şəkilçisi. Yəni, gördüksə iki cümləni bir-birinə bağlayan vasitə kimi sağ-səni. Ya sağ da, sağ belə, yazsa belə anlamadı. Tabelidir yoxsa yox? Bəli. Bu yazdıqlarından birini görmüşsünüzsə tabelidir. Tabeli mürəkkəb cümlədir. Və burada budaq cümlə əvvəldə gəlir. İndi birazdan mən bunların axırında izah yekunlaşdı mı tapşırıqlar gələcək. Ona görə diqqətlə qulaq asın ki, yox cümlə verəcəm. Budaq cümlədə əvvəldə yoxsa baş cümlədir. Ona görə diqqətlə qulaq asın. Keçirəm m-ya. Bax burada istisna var. İstisna olduğuna görə 5-dir o. 5-ə bir dənə istisna yazıram. Bu hansı idi? Aha, deməli 2 nerede yazmışdım? 2 yoxa çıxdı, yoxdur. Hə, 2 buradadır, 4. Yaxşı, bura yazaq 5. M 4 variant. Uşaqlar, burada məsələ biraz başqadır. M 4 variant nədir? Hansı nitq səsidir? Ədat. Hansı ədat? Sual ədatdır.
M4 variantla bağlanan cümlə elə ola bilər ki, M4 variant bağlanma vasitəsidir, elə ola bilər ki, M4 variant bağlanma vasitəsi deyil. Ona diqqət edəcəksiniz. Əgər cümlənin axırında sual işarəsi varsa, M4 variant bağlama vasitəsi deyil və baş cümlə əvvəldə gəlir. Baxın indi. Deyirəm ki, sizi gördünmü? Virgül salam da verim. Salam verim. Bax. Belə iki dənə metod öyrətə bilərəm sizə. Yəni M4 variant olanda hərdən elə ola bilər ki, bax burada bu belədir ki, baş cümlə sonra budaq cümlə. Baş və budaq cümlə. Deməli, bu hansı vəziyyətdə olur? Sual işarəsini görmüsünüzsə olur. Durğu işarələri ola bilər ki, verilib. Baş cümlə əvvəldədir. M4 variantla bağlanan cümlə. Sual işarəsi var axırında. Durğu işarəsi buraxılıbsa əgər, nə edəcəksiniz onda? Əgər özünüzdən ki artıra bilirsinizsə bura, onda yenə də baş cümlə əvvəldir. Sizi gördünmü ki salam verim? Başa düşdünmü? Bax, yadda saxlayın. İki dənə metodla siz M olan cümlədə baş cümlə əvvəldir, yoxsa budaq cümlə əvvəldir, bilə bilərsiniz. Ya sual işarəsindən bilərsiniz, ya da özünüzdən ki artırarsınız sonra və anlayarsınız ki, baş cümlə əvvəldədir orada. Məsələn, burada nə olur? Baş cümlə, budaq cümlə. Budaq cümlə baş cümləyə tabidir. Sual hara verək? Bax, necə tapdıq? Sual verək. Sizi gördünmü? Salam verim. Ha? Sizi gördünmü? Salam verim. Hə. Hə, bu düzgən, hə? Sizi gördünmü? Nə zaman salam verim sizə? Sizi göründə. Bəs sadələşdirək. Salam verim. Deməli, sizi görməmişəm. İstərsəniz iki əlavə olun. hə, salam verəndə sizi gördünmü? Ay sol. Salam vermək üçün sizi gördünmü? Ay sol. Bəli, düzdür. Ay sol. Bax, buna başlayın sadələşdirməyə. Bu hansı cümlə ilə sadələşir cümlə? Budaq cümlə ilə sadələşir. Niyə gördüm sizi salam vermək üçün? Sual verə bilmirəm, düz gəlmirdiniz. Ancaq ki, çox vaxtda belə sadələşdirəndə bu əvvələ keçir. Bir neçə metodla siz yəni heç vasitələrə fikir vermədən də tapa bilərsiniz. 3 saniyə, 5 saniyə. Hə, budaq cümlədə şəkilçilər dəyişə bilərik. Mənanı saxlamaq şərti ilə düzəlişlər eləyə bilərik cümləyə. İndi burada sual verilə bilər ki, cümlənin bağlanma vasitəsi nədir? Birinci cümlədən danışıram, ha? Burada intonasiya. İntonasiya. Ay sağ ol. Bax, buna diqqət edəcəksiniz. Axı, burada mü var, bəs niyə götürmədik münü? Hə, yox. Sual məzmunu var cümlədə, ona görə. Sual məzmunu var. Sual ədatı, deməli, sual məzmunu yaratır da orada. Bağlayıcı, mürəkkəb cümləyə nə adət var ki? Sual ədatının vəzifəsi nədir? Sual intonasiyası yaratmaq. O da öz funksiyasını yerinə yetirib də. Bir daha tabeli mürəkkəb cümlə üçün neyini ki, o, heç nə. Amma indi mən burada yazıram ikincisini, tabeli mürəkkəb cümləyə görə işlənən vəziyyətini. Məsələn, deyir ki, evə getdin mi? Bizə zəng et. Zəng et. Baxın bura. Bax, burada artıq nə kiyə artıra bilirsiniz, nə də ki, sual məzmunu görərsiniz axırda. Evə getdin mi? Bizə zəng et. Hayır, evə gedəndə bizə zəng et. Deməli, burada hansı əvvəldə olacaq indi? Budaq cümlə əvvəldə, sonra baş cümlə. Bizə zəng et. Nə var? Bizə zəng et. Bizə evə gedəndə. Ay, bax, onu aydınlaşdırır. Deməli, burada bağlanma vasitəsi nədir ikinci cümlədə uşaqlar? İkinci cümlədə bağlanma vasitəsi nədir? Ay, sağ ol, M4 variant. Da bunları səhv eləməyin, ha. Bax, dedim sizə. Amma ikisində də əl ayrı olanda, Səhv eləmə. ədədlə də olanda tabi olur.
Bəli, bəli, tabelidir. Yəni tabelidir. Belə də, elə də. Axı mı varsa iki cümlə var orada və mı var onların arasında. O tabe. Hə, başına budağın yeri. Əgər özünə ki artıra bilirsən, yaxud sual işarəti varsa cümlənin haqqında baş cümlə əvvəldədir. Yoxsa bu dediklərim budaq cümlə əvvəldədir. Yaxşı, keçək indi bundan sonra əvvəl baxaq görüm nə var idi. Mını yazdıq. Sonra modal sözlər istisnasız adı yoxdur. Modal məsələn deyir, düzdür, evə gəlməmişdi, ancaq məlumat vermişdi. Niyə gəlməmiş? Budaq cümlə əvvəldir. Məlumat vermişdi. Nə haqqında məlumat vermişdi? Evə gəlməyəcək. Hə? Evə gəlməyəcək. Hə, evə gəlməyəcək. Axı nəysə, yəni ki, budaq cümlə əvvəldir orada. Başa düşdünüz? Hə. Tamam, sıra da orada. Yaxşı. İndi baxaq bundan sonrakinə baxaq nə gəlir? Bağlayıcı söz. Hə, gəldi çatdıq bura. Yo, bura rahat. Yaxşıdır. Yo, çətin zat deyil. Heç nə çətin deyil. Çətin zat deyil. Təzəklər. Bağlayıcı söz. Bulasın. Deməli, bağlayıcı söz. Bağlayıcı söz sual əvəzlikləri. Sual əvəzlikləri. Bunlar haqqında biraz danışım. Bağlayıcı söz ümumiyyətlə öz funksiyasını itirmiş, sual vəzifəsinin vəzifəsində deyil, sual yaratmaqda, düzdür? Hə, orada sual vəzifəsini itirmiş sual əvəzliklərinə bağlayıcı söz deyir. Məsələn, nə deyir, vergül, onu da edin. Nümunəsində nə var orada sual əvəzliyi? Nə sual əvəzliyi deyil, bəli. Amma sual məzmunu yaratmayıb orada. Ona görə də o bağlayıcı sözdür. Bağlayıcı sözlər bağlayıcıdan fərqli olaraq sintaktik vəzifə daşıyır. Leksik mənası var. Məsələn, bunu deyir xəbər. Nəyi deyir? Kim deyir? O. O nəyi deyir? Tamamlıq. Düzdür, qeyri-müəyyən vasitəsiz tamamlıqda. Sonra edin xəbər, nə edin onu. Bağlayıcı sözlər verdi. Bağlayıcı sözdə həmişə bu da var. Ki, səbəb bağlayıcılar olanda sonra normal vəziyyətdən var. Bir də intonasiya. Şərt. Hə? Şərtdə yox. Şərtdə budaq cümlə əvvəldə gəlir. Bunun yoxdur istisnasıdır. Bu elə belə bağlayıcı sözün nə olduğunu deyirəm. Ki, bax nədir? Bağlayıcı söz nədir? Sual əvəzlikləri. Və bunlar təhlil olunur. Sual əvəzlikləri. Hə, olur. Bəs bağlayıcı təhlil olunur? Olmur. Məsələ onunla ibarətdir. Ondan sonra bağlayıcı söz necə sözlərdir? Funksiyasını itirmiş sual əvəzlikləri. Sual funksiyasını, vəzifəsini itirmiş sual əvəzlikləridir bunlar. Ondan sonra baxaq görək. Bağlayıcı söz necə taparam bəs mən? Bəs mən necə rahat tapa bilərəm bunu? Cümləni sadələşdirirəm. Sual əvəzliyi yoxa çıxdısa, o yoxa çıxan bağlayıcı sözdür. Sadələşdirək. Baxaq görəm, alınır mı bu dediyimdə? Hə? Dediyini edin. Sadələşdirdik, elədik bunu, məsələn, dediyini edin. İxtisar oldu, onda nədir o? Dediyini, bəli, bağlayıcı söz. İxtisar oldu, bağlayıcı söz. Laf elə kontrol eləmək istəyirsiniz, laf dəqiq yazmaq istəyirsiniz, bağlayıcı sözün müəyyən eləmək istəyirsiniz. Eləsi var ki, məsələn, kimsənə deyib ki, deməli, atam döyüşdədir. Bax, sadələşdirək. Məsələn də, kimsənə deyib ki, atam döyüşdədir. Məsələn də, sadələşdirək cümləni. Atamın döyüşdədir. Görün, kim qaldı yerində? Bağlayıcı söz deyil. Başa düşürsünüz? Yəni, belə elementar bir şeydir. Yəni ki, deyirəm ki, bağlayıcı söz nə olduğunu anlayaq da, yəni. Orada, məsələn, səhvən eləyək, kimi gördüm burada, bağlayıcı söz işləmiş variantı göstərir. Kimi gördük, əla. Çıxdı səhv. Olmaz da, yəni, onun faydası var. Yaxşı, bağlayıcı sözü yekunlaşdırıq. Keçək bundan sonrakinə baxalım nə var. Buna əvvəlkilər baxalım. İntonasiya idi. Oldu. İntonasiyanın var. Hə? Burada bağlayıcı nətə olur normalda? Budaq cümlə, bağlayıcı söz varsa əgər. Üstə gəl, baş cümlə olur. Səbəb bağlayıcı çünki ona görə. Hə, çünki, ona görə ki, o səbəbə ki, ondan ötürü ki, bundan ötürü ki, onun üçün ki, elə sayılır. Onun üçün ki, məsələn, orada qoşma yoxdur ya. Üçün qoşulub orada səbəb bağlayıcı yaradır. Yaxşı, keçək intonasiya. İntonasiyada istisna var bir dənə. İstisnasız bir gününüz olmaz. En qədər deyim, maşallah.
Yaxşı, intonasiya neçinci? 8-ci. Uzun bu. Yo, daha inton. İntonasiyada uşaqlar, intonasiya ilə bağlanmış cümlədə birinci normalda baş cümlə nə yazacağım nümunə indi. Birinci baş cümlə işlənir. Sonra budaq cümlə işlənir. Deyir ki, məsələn, deyir ki, mənə məlumat verilib. Sən dahisən. Bax, mənə məlumat verilib. Sən dahisən. Cümləsində mənə məlumat verilib. Sual verirəm bura. Mənə məlumat verilib. Hə? Ayso. Mənə nə verilib? Məlumat verilib. Niyə verilib məlumat? Sənin dahi olduğuna görə, dahi olduğun mənə deyilir. Burada birinci budaq baş cümlə. Baş cümlədir. Cümlənin bağlama vasitəsində bax nə ki görürsünüz burada? Məsələn, 2 artıra bilirik, 2 artıra bilirik. 2 artıra bilirik, bəli. 2 artıra bilirsinizsə elə ən rahat metod. Deməli, bunun bir dənə istisnasını deyəcəm sizə. İstisnasında bir dənə budaq cümlə əvvəldə gəlir. Bunun hal-hazırda vəziyyəti nədir? Baş cümlə, düzü, üstə gəl, budaq cümlədir bu. İstisnası odur ki, uşaqlar, iki cümlə arasında sağ-sağ artıra bilirsinizsə, orada budaq cümlə əvvəldedir. İntonasiya ilə bağlanıb, sağ-sağ artıra bilirsən o cümləyə. Onda budaq cümlə əvvəldedir. Mənə məlumat verilibsə, sən dahi. Öyle yox, yox, intonasiya ilə bağlı. Bu yox. Bu olmadığına görə elə baş cümlə yazıldı mən orada. Deməli, eləsi var ki, orada olur. Məsələn, bax, bunu bir xət çəkək, istisnasını qeyd edək. Mesela bura istisna. Məsələn, qonşun. Nətər tamamlayın görək. Qonşun pisdir. Tamamlayın görək. İstirsən. Yox, ardının üstünü görək. Səhərini hələ qoşma. Pisdir, köç qurtar. Köç qurtar. Atalar sözüdür. Baxaq, özünüzdən nə qoya bilirsiniz bu uşaqlar? Cümlə neyinə bağlanıb? Cümlə neyinə bağlanıb? İntonasiya ilə bağlanıb. Amma nə qoyarsınız bura? Sağ-sağ, sol. Sağ-sağ artıra bilirəm, bəli. Sağ 2 var ya. Ona görə də budaq cümlə, üstə gəl, baş cümlə. Bir dənə bu. Çox tarixdir. İndi keçək, əvəzlik gəlib, sonuncusu. Şaveli mürəkkəb cümlənin sonuncusuna gəlir, əvəzlik gəlibə gəlib çatır, qarşılıqsız əvəzlik gəlib. O artıq bağlama vasitəsi deyil. Onun əvvəlcə məlumat verirəm elə bir sizə. Çünki bağlama vasitələri 8 dənədir, qeyd elədim. Bax, əvəzlik gəlibdir, qarşılıqsız. Hə, işarə əvəzlikləri. Yaxşı. Keçdik. Buraya yazaq ki, əvəzlik gəlib. Əvəzlik gəlib. Əvəzlik gəlib uşaqlar. İşarə əvəzlikləri və işarə məqsədi ilə işlədilən sözlər. İşarə əvəzliyi olmaya bilər. Bura, ora, belə sözlər də ola bilər ki, əvəzlik gəlib olsun. Bəs bu əvəzlik gəlib nədir? Baş cümlədə işlənən sözlərdir bunlar. Məsələn, mən yazıram. Deyirəm ki, elə danış ki, utanmayasan. Utanmaya. Bu cümlədə biz işarə əvəzliyi görmüşük. Və həmin işarə əvəzliyi bizim üçün əvəzlik gəlib rolunu oynayacaq. Yaxşı, bu əvəzlik gəlib sözü mənası nədir? Bir baxaq görək bu nədir? Gəlib sözü nə deməkdir? Ölçü. Bax, ölçü. Gəlibdir bu. Bunun içərisini doldurursan, nə bilim, palçıqla, olur bu qəlibin içərisi kubik. Nədir? Kərpiç. Qəlib də yəni. Qəlib də yəni ki, hazır forma, şablon. Düşün nə demək istəyirəm. Və əvəzlik gəlib budaq cümlədəki deməli, budaq cümlədəki hansısa üzvün yerində işlənir. Budaq cümlədə işlənir üzvün yerində. Budaq cümlədə deməli, yox, baş cümlədə buraxılmış üzvün yerində işlənir. Baş cümlədə buraxılmış üzvün yerində işlənir. Budaq cümlədə var o,
onun elə ki hansı məlumat buraxılıb baş cümlədə. Onun yerində bu əvəzli qəlibdən istifadə edirlər. Bax, elə də məsələn yaxşı danış, pis danış, gözəl danış. Yəni yerinə qoya bilir. Ay, sağ ol, onu əvəz edir. Yoxsa qəlib rolunu oynayır orada. Bildik, o mənası o deməkdir. Qəlib sözlər deyirlər ona. Qəlib sözlər də deyə bilərsiniz ona. Əvəzlik qəlib də deyə bilərsiniz ki, o. Yəni o qəlib söz qabağınıza çıxdı, bilin ki, o deməkdir. Baş cümlədə hansı üzv buraxılıbsa onun yerində işlənib. Sonra baxaq. Yaxşı. Bunlar harada işlənir? Əvəzlik qəliblər uşaqlar. Baş cümlədə. Baş cümlədə işlənir. Baş cümlədə bunlardan istifadə olunur. Hə? Bağlayıcı söz həmişə budaq cümlədə olur. İndi bununla bağlı bir dənə məsələ var ki, qarşılıq söz. Bax, buraya yazıram ki, qarşılıq söz. Uşaqlar, qarşılıq söz, budaq cümlədə olan bağlayıcı sözün qarşılığıdır. Bütün əvəzlik qəliblər qarşılıq sözdür. Fərq ondadır ki, qarşılıq söz bağlayıcı sözə görə işlənir. Əvəzlik qəlib isə bağlayıcı sözə görə işlənir. Və əvəzlik qəlib işlənən cümlə birinci baş cümlə olur. Qarşılıq söz işlənəndə isə baş cümlə ikincisi olur. Məsələ ondan ibarət. İndi mən yazıram. Deyirəm ki, neçə kitab istəsə, o qədər kitab alsın. Baxın cümləyə. Bax, neçə kitab alsa, kitab istəsə, o qədər kitab alsın cümləyə baxırıq. Və burada biz nə görürük? Sual əvəzliklər nədir? Yox, sual əvəzliklər nə adlanır? Tabeli mürəkkəb cümlədə. Bağlayıcı söz adlanır. Başa düşdük? Və bağlayıcı sözün qarşılığında nə işlənib? Ay, sol. Onu izah edir. Neçə kitab istəyir, o qədər alsın. Kim bilir, o gəlsin. Qarşılıq söz var cümlədə? Var. Hansıdır? Kim? Yox, kim bağlayıcı söz? Hə? Yox, burada düz deyirsən. Qədər nədir? Bu qarşılıq sözdür. Düz deyirsən. Bu qarşılıq sözdür. İndi bir dənə də yazaq. Məsələn, deyirəm ki, niyyətin haradır? Tamamlayın. Yox, ora gəl. Mənzilin oradır. Mənzilin də oradır. Bax, uşaqlar, bağlayıcı söz görürsünüz yazdığımda heç. Bağlayıcı söz var Aysu burada. Bağlayıcı söz nədir Aysu? Yox, bağlayıcı söz nə deməkdir? Yəni, nə olur o? İşarə əvəzlikləri. Bağlayıcı söz adlanır. İşarə yox. Sual əvəzlikləri. Sual əvəzliyi var burada. Bu nədir? Yoxdur, bu nədir bəs? Bu nədir? Sual əvəzliyi. Sual əvəzliyinin elə bir ki açması, elə bir ki onun açıqlaması kimi işlənən sözə nə deyirlər? Ayşe gör. Haradır, oradır. Bu nə olacaq? Qarşılıq söz. Ayşe ol. Qarşılıq söz. Qarşılıq söz hansı cümlənin içində olur uşaqlar? Baş cümlə yoxsa budaq cümlə? Mən baş cümlə. Qarşılıq sözdə, əvəzlik qəlibdə həmişə baş cümlənin içində olur. Bütün əvəzlik qəliblər qarşılıq sözdür? Yox. Hə. Bütün qarşılıq sözlər əvəzlik qəlib deyil? Yox. Ne üçün elə deyil? Çünki əvəzlik qəlib olanda mütləq baş cümlə əvəzlik gəlməli idi. İşarə. Hə? Bir də işarə məqsədilə işlənən sözlər də ola bilər. Deməli, sonra bax, burada olan orada sözü qarşılıq sözdür. Və hardan bilirik qarşılıq söz olmağını? Bağlayıcı sözün açıqlamasıdır. Görüşdükmü? Adına baxımda qarşılıq söz. Yəni nəyinsə qarşılığı, sual əvəzliyinin açıqlaması yəni burada. Yadda qalar? İnşallah yadda qalar. Tabeli mürəkkəb cümlə mövzusundan bu qədər.